Salam əziz müəllimlər, Excel proqramında dərslərimiz davam edir. Excel proqramı elektron hesablamaların yerinə yetirilməsi üçün elektron cədvəl və jurnalların qurulması, diaqramların yaradılması, yəni müxtəlif hesablama əməliyyatlarının yerinə yetirilməsi proqramı kimi populyar olsa da, bu proqramda mətnlərlə istənilən əməliyyatı aparmaq olur. Başqa proqramlarda olduğu kimi mətnləri yazmaq, redaktə etmək, formatlamaq əməliyyatlarını edə bilərik. Gəlin baxaq mətnin formatlanmasını necə edə bilərik. Bunun üçün istənilən bir söz yazırıq. Mən informatika sözünü yazıram. Daha sonra yazdığım sözü qeyd edirəm bu şəkildə və qlavnaya alətlərindən format yay bəndini buradan seçirəm. Seçdiyim bənddə yazının növünü seçirəm. Ranivaniya bölməsindən yazını yazacağım formanı seçirəm. Hansı istiqamətdə yazı yazılacaq. Şrift menyusundan şriftin növünü, şriftin qalınlığını, şriftin ölçüsünü seçirəm. Daha sonra şriftə rəng verirəm. Qranitsa menyusundan mən şriftin kənarına, yəni belə bir fana da verə bilərəm, verməyə də bilərəm. Zalivkidən rənglərdən istifadə edə biləcəm. Əvvəlcə istəyirəmsə sözə naxış verə bilərəm. Naxışa rəng verə bilərəm. Başqa rənglərimiz də var. Spasibo Zalivki menyusuna girsək, biz 2 tonlu rənglərdən də seçə bilərik. Gördüyümüz kimi bu şəkildə rənglərdən istifadə etdik və başqa rənglərdən də buradan əlavə etmək olar. İndi yazımızın necə olacağına baxaq. Bəli, biz informatika sözünü yazdıq və mətni bu şəkildə formatladıq. Gördüyümüz kimi, yəni PowerPoint proqramı təqdimatında yazılan yazılardan heç bir fərqi olmadı. Tamamilə eyni şəkildə mətni burada formatlamaq olur. Daha sonra isə biz formuladan girib alt menyusundan tekstovi alətinin alt menyusundakı olan funksiyalarla tanış ola bilərik. DLCTP funksiyasında hər hansı bir sözü yazsaq, biz bu sözdəki rəqəmləri, hərflərin sayını hesablayacaq. Məsələn, algoritm sözündə 8 rəqəm olduğunu hesabladı. Başqa yazmaq olar. Məsələn, tutaq ki, propis funksiyasını seçirik. Burada ana sözünü yazırıq. Gəlin OK düyməsini vuraq, dəyişikliyi yoxlayaq. Gördük ki, sözün hamısını biz kiçik yazdıq, birbaşa sözləri böyütdük. Funksiyalar çoxdur. Məsələn, blokmaçı yoxlaya bilərik. Azərbaycan sözünü yazırıq. Daha sonra isə sözün birinci hərfini kiçik, yerdə qalanını böyük yazmalıdır və bu dəyişikliyi də biz burada gördük. Baxaq hansı funksiyalar var. Simvollar göstərmək olar burada, təkrar göstərmək olar, nağıl kimi yazmaq var. Sonra sözdəki simvolları toplamaq var. Məsələn, tutaq ki, ata yazırıq, növbəti sətirdə ana yazırıq, növbəti sətirdə bacı, yəni qardaş, baba, bu şəkildə yəni biz yazdıq və simvolları, yəni gördüyümüz kimi, yəni ki, neçə simvol var, bunu göstərdik və belə bu şəkildə simvolları topladıq. Bugünkü dərsimizdə biz fx funksiyası formula alətinin alt menyusunda olan tekstoviya yazı funksiyası ilə tanış olduq və Excel proqramında mətnin formatlanması qaydası ilə, yəni mətnin formatlanmasının izahını verdik. Bugünkü dərsimiz burada yekunlaşır. Sizinlə mən idim. Bakı şəhəri 24 nömrəli tam orta məktəbin və Heydər Əliyev liseyin informatika müəllimi Aytaç Rızayeva. Zamanınızı ayırıb baxdığınız üçün hər birinizə öz təşəkkürümü bildirirəm.